İnformasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib. Prezident İlham Əliyevin sərəncamı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq. Komissiyanın sədri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək. Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi olub. Komissiyanın sədri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, komissiyanın üzvləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmət rəisinin müavini, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru.